Bakının Səbail rayonunda 31 yaşlı Sərdar qadına xəsarət yetirdiyinə görə məhkəmə qarşısına çıxıb. Hadisə ötən ilin dekabrında Salyan yolu ərazisində yerləşən Era kafesinin sanitar qovşağında baş verib. İstintaq materiallarına görə gecə saatlarında kafedə birlikdə vaxt keçirən Sərdar və tanışı Səma arasında mübahisə yaranıb. Sərdarın ifadəsinə görə Səma onu sanitar qovşağa birlikdə girməyə çağırıb. O isə buna etiraz edərək qadından "Məni ora cinsi əlaqəyə çağırırsan" deyə soruşub. Təqsirləndirilən şəxsin sözlərinə görə bu sualdan sonra qadın ona "Get ananla, bacınla cinsi əlaqədə ol" deyə ağır təhqir səsləndirib. Sərdar da əsəbləşərək Səmanın göz və sifət nahiyəsinə yumruq zərbələri vurduğunu etiraf edib. Zərər çəkmiş qadın isə hadisənin fərqli baş verdiyini bildirib. Onun sözlərinə görə Sərdar həmin vaxt içkili olub. Səma isə əlini yumaq üçün sanitar qovşağa gedərkən Sərdar da arxasınca içəri daxil olub. Qadın onu itələyərək çölə çıxmağa çalışsa da həmin vaxt Sərdar tərəfindən döyülərək xəsarət alıb. Məhkəmənin qərarı ilə Sərdara amnistiya aktı tətbiq olunub. Nəticədə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilib.